Değerli şagirdlər, mən Adəm müəllim sizə 11-ci sinif 1-ci qrup OTK-nın keçirdiyi blok fənləri üzrə riyaziyyatın suallarını izah edirəm. Odur ki, ekrana yaxın əyləşin, bəyənib takip etməyi unutmayın. Diqqətli olun. Suallara başlayırıq. Birinci sualımız A həqiqi ədədi üçün 43 çıxılsın A kvadrat plus 2-nin kubu ifadəsinin ən böyük qiymətini tapın. Artıq burada kvadratın ala biləcəyim kiçik qiymət 0-dır. Üzərin kəndə 2-nin kubu 8 eləyir. 43 çıxılsın 8 bərabərdir 35. Deməli, bu ifadənin ən böyük qiyməti 35-ə bərabərdir. İkinci sual. Kəsrin ədədinin kəsr hissəsini tapın. Kök adda 130 ifadəsi 11 və 12-nin arasında yerləşən bir ifadədir. O zaman bu ifadənin kəsr hissəsi 12 çıxılsın kök adda 130 olacaq. Bu olacaq ifadəmizin kəsr hissəsi. Üçüncü sual. A və B çoxları üçün A 36, B 39 və A-dan B-ni çıxanda 18 qalarsa, B ilə A-nın fərqini tapın. Yəni, burada sən bunu Venn diaqramı ilə də rahat şəkildə göstərə bilərsən ki, bura A-dır, bura B-dir. Artıq A-dan B-nin fərqi 18-dirsə, A 36 isə digəri də 18-dir. B ümumiyyətlə 39, bura 36 idi. 39 isə bir tərəfi qalır 21. B-dən A-nın fərqi, B-dən A-nın fərqi, bura yalnız B-də olanlar deməkdir. Bu da bizə məhz verir nəyi? 21. Yəni A variantı doğrudur. Növbəti sual. Dördüncü sual. Gəlin hesablayaq. Vurmanı çevirək. Deməli 3-də 3 gün 6 da bir 7. 7-də 7, 4, 28, o da 2. 30. Digər bərabərdir. Bərabər qoyuram. Bunları ixtisar eləyək. Burada 10 qalır. Vəssalam 10. 10 çıxılsın. Yəni 10 da biz belə yazaq da. 9 tam 38-də 38 çıxılsın. 3 tam 38-də 25 çıxılsın. 4 tam 38-də 33 formasında. Bu da bərabərdir. 9-dan çıxıram, qalır 6 tam 38-də 13 çıxılsın. 4 tam 38-də 33. Bu da bərabərdir. 13-dən 33 çıxa bilmirik də. Bunu 5 tam götürürük. Yazırıq 38-də. 38 üzərinə əlavə eləyəndə bax bu ifadənin olacaq 51. Çıxılsın 4 tam 38-də 33. 5-dən 4 1 tam 38-də 51-dən çıxanda 33 qalır 18. Bunları da ixtisar eləyəndə qalır 1 tam 19-da 9. Baxaq hələ. B variantda doğru cavabımız var. 5-ci suala baxaq uşaqlar. Deməli, nədir? 180 ədədini 3, 4, 6 tərs mütənasib hissələrə bölün. Yəni 180-i bölərik 3-də 1, 4-də 1 və 6-da 1-in cəminə. Yəni 180-i bölərik 3-də 1, 3, 4, 6, orta mərc 12. 3-ə böləndə 4, 4-ə böləndə 3, 6-ya böləndə 2 qalır. Yəni 180-i vururuq 12 yuxarı. 4, 9 aşağı. 189-a böləndə qalır 20, 12-yə vuranda 240. Və kiçik hissəni deyəndə 240-a artıq 6-da 1-ə vurmuş olacaq. Bu da eləyəcək 40 və doğru cavab B variantı olacaq. Sonra 6-cı sual. A o B ümumiyyətlə bucağımız 140-dır. A o S-nin, yəni 3K olacaq. S o B-yə nisbəti 4K-dır, amma O D tənböləndirsə bura 2K, burada 2K olacaq. Və bu ümumiyyətlə 140-dırsa 2, 4, 3. 7K bərabər olur 140. K bərabər olur 20. A o D-yə soruşur. A o D. A o D-yə baxanda görürük burada 5 dənə K var. Mən də 5-i 20-yə vurub doğru cavabı nə tapıram? 100 tapıram. Keçirik növbətiyə. Bir hədsin qüvvəti əmsalını neçə dəfə böyüdür? Qüvvətin əmsalına böləcəyik. Deməli 3-də 3,3-də 1 ilə 3-də 10. Yəni 3-də 10 yazırında həm 3-ün üzərində 4, həm 10 üzərində 4. 10 da 2 üzərində 4 vurulsun. 5 üzərində 4 kimi yazırıq. Olacaq A üstü 8 4-ün 32, B üzərində 5 4-ün 20 vurulsun. 0,10-da 10-da 3 kimi göstərsək, üstündə 5 var. Yəni 2 üstü 5 vurulsun 5 üstündə 5, yuxarıda 3 üstü 5. A-dan 5 dənə, B-dən 15 dənə. Bu da bərabərdir. Belə bu formada yazaq. Deməli 2-lərdən
getdi, biri qaldı aşağıda. 5-ləri ixtisarləsəm qüvvətlər çıxır, biri yenə qalır. Amma 3-lərə baxanda biri yuxarıda qalır. Bu qalsın belə, yəni 10-da 3. A üzərində 32, 5, 37, B üzərində 20, 15 elədi 35. Deməli, qüvvəti əmsalına neçə dəfə böyüdür. Qüvvət isə, bax, bu ifadənin qüvvəti 72 edir. Bu ifadənin əmsalı soruşur da. Əmsal deyilir 10-da 3. Neçə dəfə böyüdür? 72-ni böləcəyik 10-da 3-ə. Yəni 70-ni vuracağıq 3-dən 10-a. 70-ni 3-ə 24. 24-ü 10-a vuranda 240. Və doğru cavabımız olur A ifadəsi. Deməli, 8 ifadəsini sadələşdirin. Yuxarıdan, deməli, mən x-i mötərizə xaricdən çıxarsam, qalır 5x üstəlik y plus 1. Aşağıdan y-i çıxarsam, yenə qalır y plus 5x plus 1. Və mötərizəçilər ixtisar gedir. Yuxarıda x qalır, aşağıda y və doğru cavab olur A variantı. 9-cu sual. Ədədlərin hasilinin, yəni 24 vurulsun 10 üstü 20, bir də 5000. Bunların hasilini standart şəkildə yazaq gəl. 24-ü standart şəkildə yazmaq üçün 2,4 vur 10 üstündə artıq bir əlavə olunacaq. Olacaq 10 üstündə 21. 5000-də 5 vurulsun 10 üstü 3 yazmalıyam. 2,4-ü 5-ə vuranda eləyir 12. 10 üzərində qüvvətlər toplanır, eləyir 24. Və bunu da yenə standart şəkildə göstərsək 1,2 vurulsun 10 üzərində 25. Qiymətli hissə 1,2 eləyir. Bax, qiymətli hissəsi. Tərtibi isə eləyir 25. Bunları toplayanda 26,2 eləyir və doğru cavab olur B variantı. 10-cu sual. ABC. AB-ni verib ifadəni soruşur. Bax, bu ifadədə mən qruplaşdırsam A kvadrat plus 6A plus 9. Bir də çıx B kvadratı əlavə. Bu üç ifadə A plus 3-ün kvadratıdır. Çıxılsın bir də B-nin kvadratı. Yenə bunu sadələşmə eləsəm, sadələşmə. Olacaq A plus 3 çıx B. A plus 3 üstəgəl B. Sadəcə bunu bu şəkli hesablasam, yəni A-dan B-ni çıxsam, 60-dan 36 çıxanda 24 tam, yenə də üstdən 3 gələcəm də, 24 tam elə bil 4-də 2 üstəgəl 3 çıxdım bu dəfə. Bu dəfə toplayıram ki 60, 36, 96-dan 4-də 4. 96 tam 4-də 4, bir də üstəgəl nə var? 3 var. Yəni 24 da 3, 27 tam 2-də 1 yazacaq elə bunu, 4-də 2-ni. 96 tam 4-də ilə 97 üstünə 3 kəndə eləyir 100. Olacaq 2-də 55 vurulsun 100. 100-ü 2-yə 50, 50-ni 55-ə vuraq, cavab tapır. 5, 5, 25, 2750 və doğru cavab olacaq C bəndi. Növbəti sual gəldi. 11. Əllərini müqayisə edin. Deməli, baxın, qüvvətlərini bərabərləşdirməliyim bu ifadəni. Ona görə də A-nı mən yazıram ki, mən A-nı yazıram ki, 3 üstündə 4-ün üzərində 25. B-yə yazıram ki, 2 üzərində 100-əni 25-ə vuranda 6 qalır. Ona görə belə yazıram. Artıq C də bərabərdir. Elə 49 üzərində 25 verilib. Yəni olur A bərabərdir 81 üzərində 25. B bərabər 2 üstə 6, 64 üzərində 25. C bərabər 49, 25. Yəni əsaslar bərabərdirsə, yəni birdən böyük ifadədir də bu ifadələr. Müqayisə edəndə əsasları müqayisə edəcək. Ən böyük A-dır, sonra gəlir B, sonra C. Yəni C, A, B sıra ilə gedir və A bəndi doğru olur. Şıxlarımız da nəyə uyğundur? Bax, bu tək A-ya olan hissə, yəni A ilə B-nin fərqidir. Bunu bildik. B ilə C-nin arasında olan isə B ilə C-nin kəsməsidir və mən bunları birləşdirəndə ifadəmiz alınır. A ilə B-nin fərqi, birləşmə buradadır da. A ilə B-nin fərqi, B ilə C-nin kəsməsi. Bax, uyğun gələn Y variantıdır. 14. M-ni verib 12. MK-nı verib 18. MK-nı verib 20. Birinə x yazıranda, birinə 20 çıx x yazıram. Tənböləndir. NP-nin tənbölən olduğunu deyil. Tənbölən xassəsinə görə 13-ün x-a nisbəti 18-in 20 çıxısının x-a nisbətinə bərabərdir. Çarpaz vururuq. Deməli, 18x bərabərdir
12-ni 20-yə 240 çıx 12x. Olur 30x. 18x-dən 12x 30x bərabər 240. Sıfıra rahatıram. 24-ü 3-ə bölürəm, qalır 8. Bizdən MP, yəni MP-ni soruşur da, o da x-ə bərabər olduğuna görə doğru cavabımız eləyir 8. Növbəti sualımız 14. Artıq burada nə iş görürük? Deməli 32-dən 32-ni mən 16 vurulsun 2 yazıram. 18-i 9 vurulsun 3 yazıram. 50-ni 25 vurulsun 2 yazıram. Yox, 9 vurulsun 2. Deməli 16-dan 4 çıxır 5-ə dəyər. Olur 20 kök altına x-in kubu. 9-dan 3 çıxır 2 qalır içəridə. Yox, 2 içəridə qalır. Burada kök altda 2x kubu. Digəri 3, bu da 2x kubu. Çıx, bu da 5 kök altda 2x kubu. Yəni əmsallarına baxırıq. Biri 20-dir, biri 3-dür, biri 5-dir. 23, o çıxıb 15. 23-dən 5 çıxanda 18, 2x-in kubu. Artıq biz burada nə edirik? X kubundan elə bir x kvadratını götürürük və x olaraq çölə atırıq. 18x, x-in də biri içəridə qalır və 2x və A variantı doğru olur. 15. 30-dən kiçik 3-ə bölünən natural ədədlər çoxluğu üçün hansı təşkil doğrudur? Ədədi orta 18, 12, 32-dən kiçik 3-ə bölünən natural ədədlər çoxluğu nədir? 3, 6, 9, 12, 15, 17, 18, 21, 24, 27 və 30. Bu ədədlərdir. Ədədi ortası deyəndə ədədi ardıcıl düzmüşük. Yəni moda, burada artıq moda yoxdur uşaqlar. Bir dəqiqə. Deməli, ədədi orta 18-dir. Yəni bunları toplayıb. Bax 3 ilə 27 30. Bir dənə 30 var. Bir dənə 30 var. 3 ilə 27 bir dənə 30. 6 ilə 24 bir dənə 30. Sonra 9 ilə 21 bir dənə 30. 12 ilə 18 bir dənə 30. 1, 2, 3, 4, 5 dənə 30. Yəni 150, o da 15. 165. Neçə nədir var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Eləcə 16,5. Yəni 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30. Deməli, bax, belə eləyirik də bunu. Bax, bir dənə 30. Düzdür, görüm çaşmadım. Bir dənə 30 var. Sonra 2 dənə 30. Sonra 3 dənə 3 dənə bir dənə, 2 dənə, 3 dənə. Sonra 12 ilə 21 4 dənə. 12 ilə yox, 12 ilə 18 eləyir. Bunun ən yarısı bunu toplayaq biz. Durub bu qədər işi nəyə görürük ki? 30 onları toplayayım hələ. 30, 27 57 67, 77, 81 102 120 135 147 153 9 7 162 162 bölə 2 4 6 8 2 4 6 8 10 oldu. 16,2 bu getdi. Sonra medianı ədəd ortasına bərabərdir. Medianı ədəd ortasına bərabər deyil. Bu şəkildə, yəni bu ədəd ortası 18 deyil, deməli bu yanlışdır. Medianı ədəd ortasına bərabər. Median sağdan və soldan ən kiçikdən böyük düzüləndə artıq median sağdan və soldan eyni məsafə duran ədəd. Yəni 10 dənə ədəd var. Bu ifadənin medianı 4 buradan götürəcəm. 4 buradan götürəcəm. İkisi qalacaq. 15 ilə 18 eləyir neçə? 33 olur 16,5. Yəni ədəd ortası 165-dir bu uşaqlar. 16,5 eləyir ədəd ortası və medianı ədəd ortasına bərabər. Deməli 3 doğrudur. 3 doğrudur. 3 doğrudur və modası yoxdur. Bəli, təkrarlı ifadəmiz olmadığına görə burada artıq modası olmayacaq. Deməli 2 və 3 doğrudur və doğru cavab bəndir. Sonra keçək digərinə. 2% tuz məhlulundakı suyun 40 qramı buxarlandıqdan sonra duzluğu 2,5% oldu. Məhluldakı duzun kütləsinin
Deməli x bizim belə deyək də x məsələn sudur. Məsələn duzdur. Məsələn x-ə duz deyək. Belə qıraqdan yazaq x. X məsələn duzdur. Y məsələn nədir? Sudur. X-lə y-in cəmi də bizim məhlumuzdur. Yəni 2% isə x bölünsün x plus y. 2% isə yəni yüzdə nədir? 2-dir. Burada olur x-lar gedəndə burada 50 qalır. Burada 1 qalır. Yəni 50x bərabərdir x plus y olanda y də bərabər olacaq 49x. Və deyək 40 qram suyu buxarlandırıram. 40 qram suyu buxarlandıranda x duz qalıb yerində. Axır ki y çıxılsın olur 40. Bu da olur x üstəgəl y çıxılsın 40. Çünki məhluldan da azalır. Burada elə 3,5% olur. Yəni x-i bölürəm x plus y çıxılsın 40-a. Bərabər olur. Artı bunu yazıram. 1000-də 25 yazıram. Çünki 2,5%-dir. X-ar eləyəndə aşağıda nə qədər qalır? Aşağıda qalır 40, yuxarıda qalır 1. Burada olur 40x bərabərdir. X plus y çıxılsın 40. Artıq y-in yerinə 49 qoysam, o da 40x bərabərdir. 50 x çıx 40. Bizdə də bu ifadə olacaq ki, 10x bərabər 40 olanda x də bərabər olacaq 4 qram. Yəni nə qədər oldu? Duzun kütləsi x idi və x-imiz oldu 4 qram. Sonra 16, 17-ci suala keçid edirik. 8-ə bölündə qaldı 6, 12-ə bölündə qaldı 10, 18-ə bölündə qaldı 16 alınır. 8, 6, 12, 10, 18 və 16. Burada fərq 2-dirsə, deməli mən tapıram. Əkop tapıram 8, 12 və 10, neçə? 18. Bunlara əkop tapanda neçə eləyəcək bunların əkobu? 2-ni atsam çölə, mötərizə qalacaq 4, 3 və 9. Bu da neçə eləyəcək? 3, 4, 9. Deməli 36. 36, 2-yə də vursam eləyəcək 72. 2-ni çıxsam eləyəcək 70. Yox, bir dəqiqə. 8-ə 12-yə 8-ə böldükdə, 12-yə böldükdə, 18-ə böldükdə. Qalıqda 16 qalan alınan deyir. Bəli, deməli olacaq 2 vurulsun 36 bərabər neynədir? 72. Qalıqda 16 alınan. 72. Yoxsa burada nəyə səhv eləyirəm mən? Hə, 2-ni atmışam, burada 6 qalıb. Burada 6 qalıb, yanlışlıq eləmişəm. Hə, deməli ədədimiz eləyir, bax 17-ci sualda. Ədədimiz eləyir 2 vurulsun 36 bərabər neynir? 72. 2-ni çıxıram, qalır 70. 70 qalır, deməli 70 qalırsa denominatorlardan rəqəmlərin cəmini tapır. 7 ilə 0-ın cəmi neynir? Eləyir 7. Sonra 18-ə baxıram. Hasili 72 olan 2 natural ədədin cəminin mümkün ən kiçik qiyməti. Hasili 72 olan ifadə cəminin ən kiçik qiyməti tapmaq üçün ədədlər bir-birinə daha da yaxın olmalıdır. Və 9, 8 neçə ilə? 72. Həmin 9 ilə 8-in cəminin mümkün olan ən kiçik qiymətini tapın. Ədədin cəmi 9 ilə 8-in cəmi eləyir neçə? 17. 19-cu suala baxırıq. 19 sualı nətərdir? Bu tərəfini silin bunun. ABC üçbucağında tutalım ki A, B, C yazıram. Bura 5, bura 7, burada müəyyən bir x-dır. ABC onun ən böyük bucağıdır. Əla. Ən böyük bucağı da deməli x 7-dən nə olmalıdır? Böyük olmalıdır da. Deməli o zaman üçbucaq bərabərsinə baxanda 7-dən 5-in cəmi 12, çıxanda 2. Artıq 7-dən böyük qiymətlər görsək olacaq 8, 9 və eləyəcək 10. 7-dən böyük 10, bir də 11. Deməli 20, 38 eləyəcək. Bax, bunların cəmini soruşur. Bunların da cəmi eləyəcək 38 eləyəcək. Sonra növbəti suala baxaq. ABC üçbucağında C 90-dır. C, A, B, C üçbucağında ACB üçbucağında C 90. AC 4-dür. Yazırıq 4. BC 8-dir. Yazırıq 8. Olarsa tangens CAB-nin tangensi. Bax, bu alfa yazaq bura. Bunun tangensi
Qarşıdakı qatilin bir qatə nisbəti, yəni 8-in 4-ə nisbətidir. Bölünsün. CBA'nın bu beta yazabına, bunun kosinusu isə qarşıdakı qatilin bitişik qatilin beta-10-a nisbəti. Yəni 8 4-dürsə 64, o da 16, 80. 16 vur 5 yazarıq. Bu da 4 kök altda 5 eləyər. Yəni bitişik qatilin hipotenuza nisbəti 4 kök altda 5. 8 bölü 4 vurulsun 8 aşağı, 4 kök altda 5 yuxarı. 8'lər də gedir, 4'lər gedir, qalıb bir dənə kök altında 5 və Y variantı eləyir. 21. İfadəsinin qiymətini hesablayın. Artıq biz A kvadrat plus B kvadratının ifadəsində bunu yazıram. A açıq B-nin müxtəsər köməkçisi ilə üstəgəl 2AB yazıram. Və yəni 43 bərabərdir 5 üstəgəl 2AB. 2AB bərabər 43-dan 5 38. Deməli bizim AB-miz bərabər olur 19-a. AB-miz 19-dursa A plus B-nin kvadratı, A plus B-nin kvadratını birbaşa yazarıq ki, A minus B-nin kvadratı üstəgəl 4AB yazarıq. A minus B-miz 5-dir, 25 üstəgəl 4-ü vuracaq artıq 19-a. Eləyəcək 76. Və bunların da cəmi 1, 101. Yox, düz gəlmədi. A minus B-nin kvadratı. AB-ni tapdıq. Yox, yəni nəysə də düz hesablamadım. Deməli, A kvadrat plus B kvadrat 43 bərabərdir. Yox, bu 25-dir. 43-dən 25, 18. 18 kəbən 9. Və 4 9-un elədi elə 36. 25, 36 elədi neçə? 61 Y variantı. 22'ye baxırıq. Tənasübdə ortadan hasili kənarların hasına bərabərdir. Yəni 1 tam 3'də 2-ni yazıram, elə 3'də 5 vurulsun x. 4-dən 7-ni yazıram, 9'da 7. 2 tam 7'də 4'ü isə yazıram 7'də. 7 üçün 14, o da 4, 18. 7'lər gedir, 18'i 9'a 2 dəfə düşür. X də bərabər 2-ni, 3'də 5 sağa kesilən 5'də 3 kimi. Bu da olur 5'də 6. 6'nı 5'ə böləndə 1 tam 10'da 2 qalır və A variantı doğru olar. M natural ədədini 8'ə böldükdə qağda 5 alınır. Bax, məsələn M ədədini 8'ə böləndə tutam ki bir K düşür, qağda nə qalır? 5 qalır. M kvadrat plus 5M plus 29 ədədini 8'ə böləndə qağda neçə alınır? Yəni sən birbaşa elə M-i 5 götürüb hesablaya bilərsən. Və bu ifadədə 5'in kvadratı 25, 5'i 5'ə vurandı yenə 25, 29 da üstünə gələrsən, eləyər 79, 79'u 8'ə böləndə 9 düşər, qağda neçə qalar? 70'i o da 7 qalar da qalıq. Yəni cavabımız olar 7. Amma sən bunu bu formada açıq sualları ətraflı şəkli yazmaq istəyirsənsə, burada M bərabər nədir? 8K üstəgəl 5'dir. Yəni ifadə yerinə qoya bilərsən. 8K üstəgəl 5'in kvadratı 5 vurulsun 8K üstəgəl 5 üstəgəl 29. 8'ə bölünməsinə alınan qalıq. 8K 8'ə bölünənə görə burada 5 qalır. 5'in kvadratı 25. Yenə 8K 8'ə bölünür 5 qalır. Çöldəki 5'i 5'ə vursun 25. Yenə 29 yazsın. Yenə 79 qalır. Yenə 8'ə böləndə 9 düşür. Yenə də qaldı 7 qalır. Yəni bu şəkli yaza bilərsən. Sonra 24'ə baxaq. 8 plus kök altı 24. Yazaq 8 plus 24'ü yazırıq 4 vur 6. Yəni 2 kök altında 6. Bir də digər kök ifadəsini yazarıq ki 8 2 kere 4 qalır. 4 çıxılsın kök altında 6 yazıram və kvadratı. Deməli birinci ifadədə 2-ni açsam çölə 4 üstəgəl kök altında 6 qalar. 4 kök altında 6 müsbət ifadə olduğuna görə kökdən ilə 4 kök altında 6-nı çıxardarıq, yəni qorxusu yoxdur. Bu A minus B A plus B'nin üstü olduğuna görə bu da 4'ün kvadratı çıxır, kök altında 6'nın mötərizə kvadratı çıxır ifadədən. Yəni 2 vurulsun 16'dan 6 çıxanda 10 qalar. 2 onun da neçə eləyər? 20 eləyər cavabımız. Boş hovuz bir boru ilə 6 saata dolur. İkinci boru isə tam dolu hovuz 8 saata boşalır. Su ilə tam dolu hovuzda ikinci borunu açdıqdan 2 saat sonra birinci boruda açılır. Hovuz neçə saat dolur? Deməli uşaqlar baxın. İkinci boru 8 saata boşalırsa, 2 saat boş qalırsa, deməli bunun 8'də 2'si nədir? Boşdur.
Neçə saata dolar deyəndə, yəni bu 8-də 2 məsələsi var ha, yəni bu bizim ifadədə. Yəni belə deyək də, ifadəmiz 6 saata dolur, 6 saata. 6-da 1, 8 saata boşalır. Çıxıram 8-də 1-i. Bu da 24-də nə edir? 24-də olur 2. Düzdür? 24-də 6-ya 4, 24 8-ə 3, 4-dən 3 yox, 24-də 1. 24-də 1. İndi bizə deyir ki, hovuzun, yəni bu bizdən söhbət edəcək ki, hovuzun 8-də 2 hissəsi neçə saata dolacaq? Orada deməli 24-də 1-dirsə, yəni hovuz ümumiyyətlə 24 saata dolar. Hovuz 24 saata nə edir? Dolar. Düzdür? Hə, dolar. Yəni nə edəcəyik? 24-ü vuracaq nəyə? 8-də 2-yə. 24 8-də 3, 3-ün 6. Yəni hovuz 6 saata nə edir? Dolar. Sonra 26-cı sual. Gamma 70'dir. Beta 150'dir. Beta hanı? Hə, bura beta 150'dir. Alfanın dərəcə ölçüsünü tapın. Deməli nə iş görürük burada? Alfa, beta, belə deyək də, betanın qonşusu nədir? 30'dur. Yəni alfa ilə 30'un cəmi qammaya bərabər, yəni 70'ə. Alfa da bərabər nə qədər? 40 dərəcə. Yəni sadə bir sualdır. 27. Uyğun tərəflər perpendikular olan alfa büdcalar üçün hansı doğrudur? Yəni ya bunlar bərabərlik şərti var, ya da bunların cəminin 180 dərəcə olan bir şərti var. Cəmi 180 dərəcə. Yəni alfa 42-dirsə, 1-ə baxıram. Alfa əgər 42-dirsə, ya beta da bərabər ya 42 olmalıdır. Ya beta bərabər 180-dan 42 çıxanda, 180-dan 42-ni çıxanda nə qalır? 138 qalır da. Yəni ikisi də var. Yəni 1-ə uyğun gələn E variantda uyğun gəldi. D variantda uyğun gəldi. Yəni bura yazıram Y-dir. Bura yazıram Y, bir də D. Bir də Y uyğun gəldi, bir də D uyğun gəldi. 2-də. Deməli 2-də alfa çıxılsın beta bərabər 74 yazıram. Deməli alfa ilə betanın da cəmi nədir? 180. Və sistem təhlili həll etsəm, betalar getsə 2 alfa bərabərdir 254. Alfa bərabərdir 254 2-yə böləndə 127 qalır. Və yox, düz gəlmədi. 127 heç birisində yoxdur. 127 isə, yəni beta da bərabər neçədir? Elədi 53. Yəni beta 53 bir dənə 2-də, bir dənə B variantına uyğun gəldi. Birdə nə uyğun gəlmişdi? Y, bir də D uyğun gəlmişdi. Görsən, bir də betalar tapırıq. Yalnız biz betalar tapırıq. Sonra üçüncüdə alfa əgər 136-dırsa, ya beta 136-dır. Beta 136-dır və səlam. Yox, aşağılar. Hə, düzdür. Ya 136-dır, ya beta 136. Yəni alfa 136 olan da beta da bərabərdir. Neçə olmalıdır? 44 olmalıdır. Yəni 136 44. 136 44. Bir dəqiqə, bəlkə düz hesablamadım. Alfa 136-dırsa beta 136 olmalıdır. Beta 136-dırsa vəssalam, yəni yoxdur. Yəni və yaxud da 136-sı cəmi 80 olmaq üçün 44 olmalıdır. 3-ə də uyğun gəldi. Nə oldu? A uyğun gəldi. 28. 20 kiloqram 20 kiloqram 8% duz məhlulu ilə 25 kiloqram 4% duz məhlulunu qarışdırıb üzərinə 5 kiloqram su əlavə etdikdə neçə faiz duz məhlulu alınır? Yəni 20 kiloqramdırsa duz məhlulu 8%, yəni 1,6 elədi. 25 kiloqramda 4% elədi 1 kiloqram. 1 kiloqram bu duzdur. Bu da duzdur. İndi ümumiyyətlə, indi deyək buna, bu nə qədər duzumuz oldu? 2,6 qram nə oldu? Duzumuz oldu. İndi 5 kiloqram su əlavə eləyirəm. Ümumiyyətlə 50 kiloqram bizim məhlulumuz olur. Neçə faiz düz məhlul alınır? Yəni maddənin məhlula bölüb 100-ə vurmalıyam. 2,6-nı 50-yə bölüb 100-ə vursam, 100-ü 50-yə 2, 2-ni 2,6-ya vuranda 5,2 nə? Faiz. Vəssalam. 29. Uzunluğu 72 olan parça B və C nöqtəsi ilə 2K, 3K, 4K ilə 3 hissəyə bölünüb. AB və CD parçaların ortaları arasında məsafə. Yəni ümumi parça neçə K-dır? 9K-dır. 9K bərabər 72 olanda K-sı eləyir 8. Burası eləyir 16. 3 8 24, 4 8 32. AB-nin
və CD-nin ortaları. AB-nin ortası buna 8-i verəcək burada. CD-nin ortası 16-nı verəcək. 8, 16, bir də 24. 8, 24, bir də 16-nı toplasaq, eləyər 48. Yəni məsafə 48-dir. Sonra 30-cu sual nə deyir? Üçbucağın uzunluqları A və B olan iki medianı qarşılıqlı perpendikulyardırsa, deməli üçbucağın belə, bu medianı çəkmişəm, buradan da bu medianı çəkmişəm. Bunlar o qarşılıqlı perpendikulyar olub. Elə bir biri A-dırsa, bu böyük hissəsinə düşür, 3-də 2A düşür. Bu da 3-də 2 B-si düşür. Deməli bu tərəfdə olur. 3-də 2-ni atdım çölə, kök atdı A kvadrat plus B kvadratı qalır. Yəni Pifaqor teoremi ilə də katillərin kvadratları hipotenuzun kvadratına bərabərdir. Və bizə deyir ki, indi 3-cü medianın uzunluğunun 3 A kvadrat plus B kvadrat olduğunu isbat edin. Və 3-cü medianı çəksəm və burada düzbucaqlı üçbucağın düz bucaq təpəsindən hipotenuza çəkilmiş median hipotenuzun yarısıdır. Yəni bura qoyuram bir dənə x. X bərabərdir 3-də, yarısı olacaq 3-də 1. Kök atdı A kvadrat plus B kvadrat. İndi bizə deyir ki, bunun isbatla bu x-də bura nədir? 2x-dir. Ümumi bu medianımız 3x eləyir. Və 3-ü də vursam 3-də 1 kök atdı A kvadrat plus B kvadrata. 3-lər gedər, qalar ilə kök atdı A kvadrat plus B kvadrat. Buyurun dəyərli şagirdlər, izlədiyinizə görə təşəkkürlər. Kanala abunə olub bəyənməyi unutmayın.